Təbrizin əvvəlin şəhərdarı bu şəhrin aşığı idi. Qasım Xan Vali Təbrizin birinci bələdiyyə rəisi, bu tarixi şəhrin böyük kişilərindən biri idi. Qasım Xan Əli Xan Valinin oğlu Fransa'nın Senseyr Nizami və Cəngi məktəbində dərsini oxuyub, sonra məmləkətimizə döndü. Təbriz Məclis Şurayı Millidə bələdiyyə qanunu təsdiq olmamışdan qabaq bu şəhərdə bələdiyyə nizamnaməsini yazdı. Elə bu nizamnamənin çevirəni və yazanı Qasım Xan Vali idi. O, bu bələdiyyə nizamnaməsini yazıb və Təbrizin birinci bələdiyyə rəisi seçildi. Qasım Xanın şəhərdəki fəaliyyətləri İran üçün bir dönüm və təğyir nöqtəsi idi. Niyə ki, o, bələdiyyədə modern işlər görüb və bu ictimai təşkilatı yola saldı. Qasım Xan Vali bərq və elektrik karxanasının mücəvvizini birinci dəfə olaraq Təbrizdə aldı və bərq karxanasını Tehrandan 4 il qabaq yola saldı və Təbrizin xiyabanlarını işıqlandırdı. Onun dövründə Təbrizdə birinci dəfə olaraq telefon təşkilatı da quruldu. O böyük kişi 1313 Hicri Şəmsi ilində Urmiya şəhrində həyatını dəyişdi. Qasım Xan bərq karxanası qurmaq üçün ora getmişdi. Onun qəbri indi Urmiya şəhrinin yaxınlığında yerləşən İmamzadə İbrahimdədir. O böyük kişinin yadı və xatirəsi əbədi olsun.